Arthur Conan Doyle. Conan Doyle, ikonik dedektiv personaj Sherlock Holmes'un yaradıcısıdır. Sherlock Holmes, onun macəraları. Al qırmızı etüd. 7-ci fəsil. Nəticə. Hamımıza cümə axşamı günü məhkəməyə çağırılacağımız haqqında xəbərdarlıq olunmuşdu. Lakin həmin gün məlum oldu ki, ifadə verməyimizə heç bir ehtiyac qalmamışdır. İlahi ədalət, sərt və ədalətli mühakimə üçün Jefferson Hope'u öz yanına çağırmışdı. Həbs olunduğu gecə anevrizm tutmasından öldüyü üçün onu həbsxana kamerasında yerə sərilmiş halda tapmışdılar. Lakin ölüm ayağında həyatının boş yerə keçmədiyini və öhdəsinə düşdüyü işi yaxşı yerinə yetirdiyini fikirləşdiyindən üzündə məmnun təbəssüm var idi. Gregson və Lestrade. Yəqin ki, onun ölümündən çox dilxor olublar. Axşam bu işi müzakirə edərkən Holmes dedi. İndi onların hayküylü reklama ümidləri yoxdur. Məncə onlar cinayətkarın yaxalanması üçün çox az iş görmüşdülər, dedim. Bu dünyada nə qədər iş görməyin əsas deyil. Holmes məyus halda dedi. Əsas odur ki, insanları çox iş gördüyünə inandırasan. Amma fərqi yoxdur. O biraz ara verib, şən halda sözünə davam elədi. Mən bu təhqiqatdan heç bir vəzlə əl çəkməzdim. Bundan maraqlı işə rast gəlməmişəm. Hər nə qədər sadə olsa da, burada ibrətamiz məsələlər az deyildi. Sadə, heyrətlə dedim. Mənim təəccüblənməyim Holmes'u güldürdü. Əlbəttə, bu işi heç cür mürəkkəb adlandırmaq olmaz, o dedi. Bunu sizə sübut edə bilərəm. 3 gün ərzində heç bir kömək olmadan sadə, məntiqi üsullarla cinayətkarın şəxsiyyətini aydınlaşdırdım. Doğrudur. Mən bir dəfə sizə demişdim ki, bizim işdə qeyri-adilik maniyadan çox köməkdir. Belə məsələləri həll edəndə gərək keçmişə baxıb fikir yürütməyə bacarasan. Bu çox qiymətli qabiliyyətdir. Onu inkişaf etdirmək də çətin deyil. Amma nədənsə indi bununla az məşğul olurlar. Gündəlik həyatda irəlini fikirləşmək daha faydalıdır. Buna görə də tərsinə mühakimə yürütməyə pis baxırlar. 50 adamdan yalnız biri analitik fikir yürüdə bilir. Qalanlar isə sintetik düşünürlər. Sintetik, yəni sintez üsulundan istifadə etməklə fikir yürütmək. Etiraf etməliyəm ki, sizi tam anlaya bilmirəm, dedim. Belə də bilirdim. Bunu daha sadə yolla izah etməyə çalışacağım. Əgər faktları bir-birinin ardınca saysanız, əksər insanlar sizə nəticəni deyə bilər. Onlar faktları fikirlərində yerbəyer edib, sonra nə baş verəcəyini təxmin edə bilərlər. Lakin çox az adam nəticəni öyrəndikdən sonra zehnini işə salıb bu nəticəyə gətirən səbəbləri açmağı bacarırlar. Bu cür qabiliyyəti mən retroperspektiv və ya analitik mühakimə adlandırıram. Başa düşürəm, dedim. Bu əhvalat məhz belə hadisələrdən idi. Biz nəticəni bilirdik, səbəbləri isə özümüz tapmalıydik. Mən öz mülahizələrimin müxtəlif mərhələlərini sizə göstərməyə çalışacağam. Lap əvvəldən başlayaq. Bildiyiniz kimi əvvəlcədən heç bir fikrə gəlmədən evə piyada yaxınlaşdım. Təbii ki, hər şeydən əvvəl küçəni tədqiq etdim və sizə dediyim kimi, aydın təkər izlərinə rast gəldim. Sonra o suallardan aydın oldu ki, buraya ancaq gecə gələ bilərdi. Çaxların arasındakı məsafə kiçik olduğu üçün bildim ki, bu London cənablarının mindiyi xüsusi keb yox, kiraya verilmiş adi keb idi. Bu, necə deyərlər, ilk halqa idi. Sonra bağçanın arasındakı cığırlarla yavaş-yavaş getdim. Cığır palçıqlı olduğu üçün izlər aydın qalmışdı. Əlbəttə, bu cığır sizin üçün adi, tapdanmış palçıq zolağı idi. Ancaq mənim təcrübəli gözlərim üçün cığırın üstündə olan hər bir izin əhəmiyyəti vardı. Xəfiyyəçilikdə izləri oxumaq bacarığından daha vacibi yoxdur. Hərçənd bizdə demək olar ki, buna fikir vermirlər. Yaxşı ki, mən bununla çox məşğul olmuşam və böyük təcrübə sayəsində izləri tanımaq mənim xarakterimdə ikinci əsas yer tutur. Konsteblərin qoyduğu dərin izləri gördüm. Amma onlardan əvvəl bağçadan keçmiş 2 nəfərin də izi gözümdən qaçmadı. Bu 2 nəfərin buradan əvvəl keçdiyini bilmək elə də çətin deyildi. Bəzi yerlərdə onların izləri konstebllər tərəfindən tamamilə taplanmışdı. Beləcə, ikinci halqa da yarandı. Mən artıq bilirdim ki, gecə buraya 2 nəfər gəlmişdir.
Onlardan biri addımlarının uzunluğundan görünürdü ki, çox hündür adam olub. İkincisi isə şık geyinib, ensiz ayaqqabılarından qalmış izlər bunu aydın göstərirdi. Evə girəndə təxminlərim düz çıxdı. Qarşımda dəbdə olan ayaqqabılar geyinmiş bir adam uzanmışdı. Demək, əgər bu qətl hadisəsi idisə, onda qatil hündürboylu adam olmalı idi. Meyitin üstündə yara yox idi. Lakin üzündə donub qalmış dəhşət ifadəsindən əmin oldum ki, o öz taleyini bilirmiş. Ürək tutmasından yaxud başqa xəstəlikdən qəflətən ölən birinin üzündə heç vaxt dəhşət ifadəsi olmur. Meyitin dodaqlarını iyləyərək tuş qoxu hiss etdim və anladım ki, onu zəhər içməyə məcbur ediblər. Bunu cəsədin üzündə donub qalmış qorxu və nifrət ifadəsi də təsdiq edirdi. İstisna üsulunun köməyi ilə bu nəticəyə gəldim. Mənim bildiyim faktlar başqa ehtimala uyğun gəlmirdi. Zənn etməyin ki, bu görünməmiş bir hadisədir. Zor tətbiq edərək zəhər içirtmək cinayət tarixində yeni bir şey deyil. Odessada Doskinin yaxud Montpellierdə Leturyenin işlərini hər toksikoloq xatırlayır. İndi qarşımda əsas sual dururdu. Cinayətin motivləri necədir? Bu qarət ola bilməzdi. Öldürülənin üstündən heç nə götürülməmişdi. Bəlkə siyasi qətl idi. Ya da burada qadın məsələsi vardı. İkinci ehtimala daha çox üstünlük verirdim. Siyasi qətl törətmiş canilər öz işlərini gördükdən sonra tez aradan çıxmağa çalışırlar. Bu qətl isə əksinə tələsmədən törədilmişdi. Qatilin izləri otağın hər yerində vardı. Deməli, otaqda uzun müddət qalıb. Görünürdü ki, bu siyasi xarakterli cinayət deyil. Əvvəldən düşünülmüş amansız qisasdır. Divardakı yazı aşkar olunduqdan sonra isə fikrim daha da qətiləşdi. Yazı diqqəti yayındırmaq üçün idi. Üzük tapıldıqda isə məsələ mənim üçün tamamilə aydın oldu. Aydın idi ki, qatil öz qurbanına ölmüş ya da uzaqda olan bir qadını xatırlatmaq istəmişdi. Elə bu vaxt Gregsondan Drebberin şəxsi həyatı ilə maraqlanmaq üçün Clevelanddə teleqram vurub vurmadığını soruşdum. Yadınızdadırsa, o mənfi cavab vermişdi. Sonra otağı diqqətlə gözdən keçirdim. Qatilin boyu haqqındakı fikrim öz təsdiqini tapdı. Üstəlik, onun Tirxapol siqarı çəkdiyini və dırnaqlarının uzun olduğunu öyrəndim. Orada əlbəyaxı izləri olmadığından belə nəticəyə gəldim ki, həyəcanlı olduğu üçün qatilin burnundan qan açılıb. Güclü emosiyalar keçirən adamın burnundan qan açılması çox nadir hallarda olur. Əgər onun qanı çoxdursa, bunun ehtimalı daha da yüksəkdir. Buna görə də risk edib qatilin yekəpər və qırmızı sifət adam olduğunu dedim. Hadisələr göstərdi ki, mən düzgün mülahisə yürütmüşəm. Evdən çıxdıqdan sonra hər şeydən əvvəl Gregsonun səhvini düzəltdim. Cleveland polisinin rəisinə teleqram göndərib Drebberin evliliyinə dair məlumat verməsini xahiş etdim. Ətraflı cavab gəldi. Öyrəndim ki, Drebber qanun keşikçilərinə müraciət edərək Jefferson Hope adlı köhnə düşmənindən onu qorumağı istəyib və bu Hope hal-hazırda Avropadadır. İndi məsələnin açarı mənim əlimdə idi. Mənə ancaq qatili tutmaq qalmışdı. Artıq özüm üçün qərara gəlmişdim ki, Drebberlə evə birlikdə girən şəxs elə kebi sürən adam olub. İzlər onu göstərirdi ki, at küçə ilə o yana bu yana gedib. Amma atın yanında kimsə dayansaydı belə olmazdı. Onda sual yaranır ki, Kevmin evə girməyibsə, bəs harada olub? Həm də ağlı başında olan hər kəs əvvəlcədən götür-qoy etdiyi cinayəti üçüncü şəxsin gözü önündə törətməz. Bu adam onu ələ verə bilər. Nəhayət təsəvvür edək ki, kimsə Londonda bir nəfəri izləmək istəyir. Bunun üçün kep sürməkdən daha yaxşı nə ola bilər? Bütün bu mülahizələr məni belə nəticəyə gətirib çıxartdı ki, Jefferson Hope'u paytaxt kebmençilərinin arasında axtarmaq lazımdır. Amma əgər o kebmendirsə, çətin ki, bu işini atmış olar, deyə fikirləşdim. Əksinə, onun nöqteyi nəzərindən baxsaq, peşəsini qəfil dəyişməklə şübhə edə bilərdi. Yəqin ki, hələ bir müddət öz işində işləyəcəkdi. Onun başqa ad altında yaşadığını da güman etmək olmazdı. Onun heç kimin tanımadığı bir ölkədə adını nə üçün dəyişsin? Ona görə də küçə uşaqlarından ibarət axtarış dəstəsi düzəltdim və onları kirayəyə kev verən kontorlara göndərdim ki, axtardığım adamı tapsınlar. Onların bunu necə bacardığını və mənim bu fürsətdən necə tez istifadə etdiyimi artıq bilirsiniz.
Stengersonun qətli mənim üçün tamamilə gözlənilməz oldu. Amma hər halda mən bunun qarşısını ala bilməyəcəkdim. Nəticədə bildiyiniz kimi həbləri əldə etdim. Bunların mövcud olduğuna heç zaman şübhə etməmişdim. Görürsünüzmü? Bütün təhqiqat fasiləsiz və səhvsiz məntiqi mülahisələr zəncirinə oxşayır. Lap möcüzədir deyə qışqırdım. Sizin xidmətləriniz ictimaiyyət qarşısında etiraf olunmalıdır. Bu iş barədə məqalə yazmalısınız. Əgər yazmasanız, mən özüm yazacağam. Nə istəyirsiniz edin, doktor, deyə Holmes cavab verdi. Amma əvvəlcə bunu oxuyun. O mənə Echo qəzetinin yeni nüsxəsini verdi. Göstərdiyi məqalə Jefferson Hope'un işi haqqında idi. İctimaiyyət Mr. Drebber və Mr. Stengersonun qətlə yetirilməsində təqsirli bilinən Hope adlı şəxsin vaxtsız ölümü səbəbindən maraq dolu həyəcan yaşamaq imkanından məhrum olmuşdur. Baxmayaraq ki, etibarlı mənbələr bu cinayətin içində məhəbbət və mormonizmin də az rol oynamadığı, qısqanclıq zəminində baş verdiyi desələr də, yəqin ki, bu işi bütün təfərrüatı ilə öyrənə bilməyəcəyik. Deyilənə görə öldürülənlərin ikisi də gənclik illərində son günün müqəddəsləri təriqətinə mənsub olmuş, həbsxanada ölmüş Hope da Salt Lake City'də yaşamışdır. Bu iş başqa cür nəticələnməsə də, hər halda bu bizim xəfiyyə polisimizin gərgin əməyinə parlaq sübutdur. Həm də bütün əznəbilər üçün ibrət dərsidir. Qoy onlar şəxsi haqq hesablarını Britaniya torpaqlarında deyil, öz vətənlərində həll etsinlər. Artıq heç kimə sir deyil ki, qatilin məharətlə ifşa edilməsi Scotland Yardın məşhur xəfiyyələri Mr. Gregson və Mr. Lestrade aiddir. Qatil bu işdə bəzi bacarıqları üzə çıxmış həvəskar xəfiyyə Sherlock Holmes adlı birinin evində yaxalanmışdır. Ümid edək ki, Holmes cinayətlərin ifşa edilməsində bu cür müəllimlərdən çox şey öyrənəcəkdir. Deyilənə görə hər iki xəfiyyə xidmətlərinə görə mükafatlandırılacaqlar. Mən sizə əvvəldən nə demişdim? Sherlock Holmes gülərək dedi. Al qırmızı etüdü onun üçün yaratdıq ki, onlara mükafat verilsin. Boş şeydir, deyə cavab verdim. Bütün faktları gündəliyimə yazmışam. İctimaiyyət bunu öyrənəcək. Hələlik öz qələbənizi dərk etməklə kifayətlənin və Romalı xəsisin sözlərini təkrar edin. Qoy onlar məni fitə bassınlar. Amma mən evdə əl çalıb öz sandığımdan həzz alıram. Horatsi, Satiralar 1, 66-67-ci misralar. 7-ci fəslin və romanın sonu.